Niyə psixologiya qadınlarda işə yaramır? Bugün bu haqqda danışırıq. Ola bilər ki, sən uzun müddətdəki terapiyalara gedirsən, öz üzərində işləyirsən, amma heç bir dəyişiklik görmürsən, yaşamırsan. Gəl görək burada məsələ nədir, səbəb nədir? Psixologiya kişilər tərəfindən və kişilər üçün yaradılıb. Məsələn, götürək Sigmund Freud, psixologiyanın atası. Onun belə deyim, üsulları, bilgiləri məhz kişilərin dünyaya baxış bucağı, onların həyatı qavrama şəkli əsasında yaradılıb. Yəni baza bu gün. Yəni kişilərin inkişafı psixoloji enerjiyə əsaslanır, amma qadınların inkişafı isə məhz bədənlə əlaqəlidir. Duyğuları, hissləri, həyatı bədənlə yaşamaqla keçir. Bu transformasiya bu şəkildə yaranır. Biz öyrəşmişik həyatımızdakı problemləri başda düşünməyə, onu ağılla həll etməyə, amma əslində isə bizə lazım olan sadəcə bədənimizi eşitməkdir. Əgər sən də bədənlə kontaktı yaratmaq, gücləndirmək istəyirsənsə, öyə çıxanlarda praktikalar bölməsinə mütləq nəzər yetir. Orada ödənişsiz bol-bol praktikalar.